Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Hər birinizi üçbucaq buraxılışının növbəti verilişində xoş gördük. Bugünkü verilişimiz hicab qadağası ilə bağlıdır. Bildiyimiz kimi son zamanlarda ölkəmizdə hicab məsələsi aktual bir məsələdir. Məxsusən də şagirdlərə olunan hicab qadağası bir müsəlman olaraq Azərbaycan vətəndaşı olaraq bizi çox narahat edir. Ona görə istədik ki, bu günləri verilişimizdə hicab məsələsi haqqında bəhs eləyək, söhbət eləyək, müzakirə edək. İstəyirik dostlarımızla, Famil qardaşımız və Şeyx Kazım qardaşımızla bu günləri bu məsələni müzakirə edək. Hicab məsələsi əvvəldə vurğuladığımız kimi Şeyx zəruridir İslam dini baxımından. Bəli. Dini mətnlərimizdə də, Qurani-Kərimdə də, hədislərimizdə də işarə olunmuşdur hicabın əhəmiyyəti, fəlsəfəsi, zərurəti haqqında. Bəli. Bu haqda istəyirik işarə eləyəsiniz. Nə kimi məsələlər var ki, izləyicilərimiz də tamamilə məsələni inşallah bilsinlər və nə qədər zəruri olduğunu inşallah görsünlər. Bəli. Bismillahirrahmanirrahim. Mən də hörmətli izləyicilərimizi salamlayıram və siz əziz, dəyərli ustadlarımızı salamlayıram. Bildiyiniz kimi hicab bütün müsəlmanlar üçün dəyər sayılır. O cürlə də müsəlman Azərbaycan xalqımız üçün də hicab iffət, ismət, şərəf və namus sayılır. Hicab bu qədər dəyərlidir xalqımız üçün. Odur ki, hicab qadağasına müxtəlif aspektlərdən yanaşsaq, istər dini, istər milli və hüquqi aspektlərdən yanaşsaq, hicab qadağası, bu dəyərə qadağa qoymaq ən mənfur işdir. Xalqımız üçün hörmətsizlik və ən böyük xəyanətdir. Başqa sözlə desək, xalqımızın dini və milli dəyərlərinə zidd bir işdir. Əgər istəsək, bu məsələni biraz da geniş izah edək. Baxın, Allah Taalanın müqəddəs İslam dininin göstərişlərinə əsasən hicab ilahi bir əmrdir, vacib bir əmrdir və zəruri bir əmrdir. Zəruri əmr, yəni bütün müsəlmanlar bunun vacib olmasını qəbul ediblər və heç bir şəkləri yoxdur. Hamı bilir ki, bu əmr vacibdir. Belə bir vacib əmri müsəlman xalqının balalarına qadağan eləmək, yəni nə? Allahla düşmənçilik, dinlə düşmənçilik və hörmətli xalqımıza təhqir, hörmətsizlik sayılır. Və bu məsələyə də toxunaq ki, ilahi qanunvericiliyə başqa qanun, qeyri-ilahi qanunvericiliyi şərik qoşmaq sayılır. Baxın, Allah Taala əmr edir ki, hicab mənim əmrimdir, vacib göstərişimdir. Müsəlman xanımlardan da istər ki, hicab bağlamalısınız. Yetkin yaşa çatmış qız uşaqlarına əmr edir ki, mənim qanunuma əməl elə, bəndəsilik elə. Düzdür? Bu vaxtı bir dəstə məmur tapılır, bir dəstə politoloq tapılır, bir dəstə direktor filan. Bu cürlə bunlar deyirlər ki, xeyr, vacib deyil ki, heç bağlamamalısan. İlahi əmrlə bu bir dəstə dırnaq arası insanların əmri üst-üstə düşmür. Bu nə deməkdir? Sən Allahın əmrinə tabe olmalısan, yoxsa bunların əmrinə, bunların göstərişinə. Əgər kimsə qail olsa ki, ilahi əmr vacib deyil, bu məmurların, bu nə bilim, direktor filan, politoloq və ya blogerlərin göstərişi, ideyası, hicabla bağlı ideyası mühümdür. Allahın əmrinə şərik qoşdu da, ilahi qanunvericiliyə şərik qoşdu. Bu nə deməkdir? Bu o deməkdir ki, Allahın dini ilə düşmənçilik edirsən. Allahın qanunları ilə düşmənçilik edirsən. Bir nəfər bu məsələyə həddən artıq tünd yanaşırdı. Əlbəttə, axırda deyəcəm, bəzən də haqlıdır. Deyirdi, ilahi əmri, ilahi göstərişi, hicabı kimsə qadağan edirsə, o müsəlman deyil. Düz. Müsəlman deyil. Sonra deyirdi ki, ona salam vermək icazəli deyil. Onu müsəlman qəbirstanlığında bastırmaq olmaz. Müsəlman qəbirstanlığında bastırmaq olmaz. Həqiqətdə də bizim belə bir hökmlərimiz var. Müsəlmanla evlənə bilməz. Müsəlmanla ailə qura bilməz. Dəlili nə idi? Və deyirdi ki, bunlar
napak insanlardır. Quranın göstərişinə əsasən bunlar napak insanlardır. Dəlili də bu idi ki, bunlar deyirdi təkcə hicabla problemləri yoxdur. Hicab bir bəhanədir, İslamı istəyirlər, müqəddəs İslamı istəyirlər. Aradan aparsınlar, İslamı təhqir edirlər. İslamı təhqir edirlər. Müsəlman xalqın təhqir edirlər. Allahın hökmlərini təhqir edirlər. Allahın dinini aradan aparmaq istəyirlər. Təbiidir ki, həqiqətdə əgər hicab qanunun elə bil əslində həqiqətdə belədir. Hicab qadağasının arxasında bu durursa, həqiqətən də bunlara salam vermək olmaz. Bunlar Allah düşmənləridir. Bunları müsəlman qəbirstanlığına bastırmaq olmaz. Bunlar müsəlmanlarla ailə qura bilməzlər. Həqiqətdə də belədir. Əgər hicabın inkarı, hicab qadağası peyğəmbərimizin təhqirinə qayıdarsa, dinin təhqirinə qayıdarsa, Allahın hökmlərinin təhqirinə qayıdarsa, məsələ çox ağırdır. Bəli, məsələ çox ağırdır və bu cürlədir. Bəli. Mən də həmçinin salamlayıram siz əziz ustadları və dinləyiciləri. Bu məsələnin hicabın varlığı ilə bağlı bəzi məsələlərə toxunmaq istəyirəm. Necə ki, Kazım ustad vurğuladığı sözündə ki, dinimizin zəruri məsələlərindəndir. Yəni hicab bizim dinimizin əsas məsələlərindəndir. Yəni bir kəs namazı inkar edə bilər bir müsəlman? Təbii ki, yox. Biz İslam deyəndə birinci zehnimizə gələn məsələ namazdır. İslam deyəndə zehnimizə gələn birinci məsələlərdən biri oruc tutmaqdır, həccə getməkdir, zəkatdır və həmçinin də hicab da müsəlmanlar arasında bu qədər vazeh, bu qədər aşkar, qaranlığı olmayan bir məsələdir. Ona görə deyirlər ki, bu zəruriyyatdandır. Hicab zəruri məsələlərdəndir. Yəni heç bir müsəlman aliminin yazısında görməzsən ki, hicabın əleyhinə addım atsın. Bu günləri əgər bir nəfər əlbəttə bəziləri bağışlayır, bəziləri dırnaqarası müsəlmanlar, hətta özlərinin ruhanı tanıtdıran, bəzən bunlar eləyir. Məsələn, Elşad Miri kimlər filan. Amma bunlar bura gəlib çıxmaz. Bunlar mən İslam alimi, yəni İslamı başa düşmüş şəxslərdən söhbət gedir. Bizim əgər bu gün bir nəfər hər hansısa bir yəni vasitə ilə hər hansısa bir inadkarlıq deyək, cəhalət deyək və yaxud hər hansısa bir təzyiqlə deyək, bunun əleyhinə dayanırsa, hicabın əleyhinə dayanırsa, bundan bizim işimiz yoxdur. Amma biz tarixə nəzər eləsək, yəni dövrümüzün bütün tarixlərini, yəni İslam, yəni gələn dövrdən ta indiyə qədər tarixə nəzər eləsək, belə bir yəni maneə ilə biz qarşılaşmamışıq. Müsəlman. Hətta ola bilər bir iddia xanım müsəlmanlar hicab taxmasınlar. Hər hansı bir ölkələrdə məsələn. Amma bunlar hicabın əleyhinə o qədər insanlar var, namaz qılmırlar, müsəlmandırlar. Amma bu deməkdir ki, yəni namazı inkar edirlər, deyirlər dində namaz yoxdur. Bəs burada birmənalı olaraq bu insanlar ya cəhalətdən bu addım atırlar, ya düşmənçiliklə bu addım atırlar, ya inadkarlıqla, ya təzyiq altında. Hər hansı bir bu məsələdə yəni bu cür görsənir. Yəni bu çox vazih məsələdir, çox aydın məsələdir. Yəni hicabın olması məsələsi, ustad, çox aydın bir məsələdir. Və bizim Quranımızda da buna sübut Əhzab surəsi 59-cu ayədə Allah Subhanahu taala buyurur: "Ya eyyuhən-nəbi qul li əzvacika və banatika və nisa'il mu'minin." Həm xanımlarına, qızlarına və möminlərin xanımlarına buyur ki, "Yudnina alayhinna min cəlbibihin." Üstlərinə örtsünlər örtüklərini. Bəli. Təbii ki, bu o zamandır ki, naməhrəm qarşısına çıxan zaman. Dəlikə ədnə ən yu'rafnə fələ yu'daynə. Yəni bu ona xatirdir ki, onların müsəlman olmaqları bilinsin, yəni müsəlman xanım olmaqları bilinsin və onlara əziyyət olunmasın. Əlbəttə bunun bu hissəsinə gələrik. Ayənin bu hissəsinə gələrik. Bu açıq-aşkar əmr olunur. Yəni peyğəmbərə əmr olunur ki, xanımlara, möminlərin xanımlarına əmr elə, yəni üstlərinə örtüklərini atsınlar. Və bir başqa bir ayədə ərəblər, əlbəttə ki, bunu da deyək ki, hicabın formaları müxtəlif formalarda keçmiş dövrlərdə olub. Hətta cahiliyyət dövründə də hicab olub, amma hicabları bir formada olub ki, İslam hicabı ilə uyğun olmayıb. Yəni baş örtükləri olub, baş örtüyü atıblar üstlərinə, amma boğazlarını açıq qoyublarmış. Bunlar cahiliyyət dövründə də istifadə, yəni xanımlar baş örtüyü taxırlarmış. Amma ayə gəlir, Nur surəsinin 31-ci ayəsində buyurur, qul, peyğəmbərə yenə buyurur Allah subhanahu wa ta'ala, de lil mu'minati, müsəlman xanımlara,
Yağdudna min absarihinna. Gözlərini çəksinlər. Əlbəttə ki, o şeylərdən ki, haram olacaq şeylərdir. Və yahfazna furucahunna. Özlərini pak saxlasınlar. Və la yubdina zinətəhunna. Öz zinət yerlərini göstərməsinlər illa ma zahira minha. Məgər ki, onlar ki icazəlidir. O zinətlər ki icazəlidir. Ondan sonra buyurur: "Və liyadribna bi khumurihinna ala cuyubihinna." Xumurlarını, yəni ximarlarını, o ki baş örtükləri ki taxırdılar. Əks form, yəni bellərinin arxası, boğazları açıq qoyulur. Boğaz hissələrini, sinə hissələrini açıq qoyurlar. Və liyadribna bi khumurihinna ala cuyubihinna. Cuyub, yəni sinələrinin üzərinə örtsünlər. Bu tam şəkildə ayələr də bizə göstərir ki, bu hicab, yəni İslam yəni gəlişi ilə bu məsələyə biganə qalmayıb, yəni bu məsələyə toxunub və bunu da bizim hədislərimizdə hicabı inkar edən məlum məsələdir ki, bu Quran ayələrini inkar eləyir. Bəli, Quran ayələrini açıq-aşkar inkar eləyir. Hətta yalandan nəsə Quranı qəbul edirəm. O yalan deyir. Yəni yeni bir din düzəldir də, dini öz istəklərinə uyğun düzəldir. Məsələn, namaz onun üçün məsələn xoşdur, namazı qəbul eləyir, öz istəyi ilə baxır. Heç ağıl da demək olmaz buna. Ağıl başqa bir şeydir. Ağıl başqa, buna həvəsdir. Yəni öz istəklərinə uyğun istəyir İslam düzəltsin. Ona görə Quran da buyurur ki, siz dinin bəzi hissələrini götürürsüz, bəzi hissələrini buraxırsınız. Bəzi insanlar bu cürlədir. Öz istəklərinə uyğun din götürürlər. O yerləri ki, xoşlarına gəlmir qoyurlar qırağa. Hədislərimizdə də buna toxunulub, xəbərlərdə bunlara, yəni çox, yəni toxunulub bu məsələyə və həmçinin bunun yaş həddinə də toxunulub ki, hədislərimizdə buyurur: "Və aləl cariyəti idə hadat əl-ximaru." Yəni bu yöndə bizim hədislərimiz, xəbərlərimiz çox-çoxdur. Yəni cari xanım elə ki yetkin yaşına çatdı, buluğ yaşına çatdı, ximar ona vacibdir. Bu cür hədislərimiz də çoxdur. Bir hədisdə istəyirdim bunu siz üçün, siz əzizlər üçün deyim. Bəli, buyurur, Fuzeildəndir, Fuzeil bin Yasardan. Xəbər ondan gəlir, İmam-ı Sadiq əleyhissalamdan soruşur: "Anid-dira'ayni minəl mər'ati." Qadının biləkləri barəsində soruşur. Ki, qadının biləkləri zinətdəndir, yoxsa yox? İmam Sadiq əleyhissalamdan soruşur. Yəni zinətdəndir ki, örtsün, örtməsin. Vacibdir ki, örtsün, örtməsin. İmam buyurur ki, qalə nəam. Buyurur ki, bəli, xanımın zinət hissəsindəndir. Və mə dunəl ximər minəz zinəti və mə dunə əs-sivareyn. Yəni o ki, baş örtüyünün örtdüyü yerlərdən qeyrisi, yəni baş örtüyünün örtdüyü yerlərdən qeyrisi zahiri zinətdir. Amma baş örtüyü olan hissə, yəni o baş örtüyü olan hissə, əhatə elədiyi hissə və əllərdən qeyrisi, yəni əllərdən qeyrisi nədəndir? Zinətdəndir. Bəs zinət olmayan hissələr, yəni üzün dairəsi və əllərdir. Əlbəttə Allah Subhanahu taalanın təbirində, yəni Quranın deyilişində bunlar da zinətdir, amma zahiri zinətdir, batini zinət deyil, gizləndir. Çox bu diqqət olunması məqamdır ki, Allah xanıma müraciət edəndə zinət kimi müraciət edir. Kişiyə bu ifadə yəni keçmir. Kişiyə zinət deyilmir, xanıma zinət deyilir. Yəni zinət elə bir şeydir ki, cəlb etmə qabiliyyəti var. Ona görə mən də sözdə qüvvət olaraq deyirəm, o ki axırıncı məsələyə işarə ediniz, xanımın cəlb etmək qabiliyyəti vardı o xanımda. Həqiqətən üstün bir xüsusiyyətdir. Məxsən hicab məsələsində Allah Mütəalın hicab məsələsi ki, bizim namaz, oruc kimi müsəlmanın əsas vəzifələrindən biridir. Qadın örtülməlidir. Bu elə əsl o cazibənin, cəlbediciliyin qabağını almaqdır. Yəni ictimai fəsadın qabağını almaqdır. O ki, hökmün əsasən fəlsəfəsi, Allah bu hökmü niyə deyib, açıq-aydın biz üçün dəlilləri var. Qurandan buyurdunuz, hədislərdə gətirilir burada. Yəni bu çox böyük mühüm məsələdir. Müsəlmanların əsl dəyər veriləsi bir məsələdir. Buna görə necə deyim, ölməyə dəyər. Buna görə etiraz etməyə dəyər. Buna görə hər hansı bir məsələləri qurban verməyə görə dəyər. Çox təəssüflər olsun ki, bəzən hicab məsələsi elə dindar cəmiyyətin özündə, dindar deyəndə müsəlman cəmiyyətin özündə
oruc və namaz kimi əhəmiyyətli bilinmir. Bəli. Çox təəssüflər olsun ki, adam bəzi cəmiyyətlərdə bunu görür. O cəlb edici xüsusiyyəti ki var xanımın, onu ki buyurdunuz, elə zehnimə bu gəldi ki, deyim, yəni Quranın əsl hədəfi ictimai fəsadın qabağını almaqdır. Bəli. Yəni bu çox mühüm məsələdir. Və buna da yaş həddi, əlbəttə buna toxunduq, hədisini demədik. Buna da çox hədislərimiz var, yaş həddinə də çox hədislərimiz var. Bu hədislərdən biri peyğəmbərin Əsma bint Əbi Bəkir barəsində bir zaman peyğəmbər görür onu paltarı münasib formada deyil. Buyurur ki, ennel mər'ati peyğəmbər hədisində gəlir ki, ennel mər'ati idə bələğatil məhidə, elə ki qadın həddi buluğ hədd, yəni o buluğ həddinə çatarsa, ləm yəslih ən yura minhə illə hada və hada və əşara ilə vəchihi və kəffeyhi. Buyurur peyğəmbər ki, xanım elə ki həddi buluğ yaşına çatarsa, onun əlləri və üzündən digər hissələri görünməməlidir. Hansı yaş həddinə çatarsa, həddi buluğ yaş hədd. Yəni həddi buluğ, yəni yetkinlik elə ki o dövrə çatır ki, əlbəttə bunun üstündə gərək bir mümkündür verilişlər çəkə yetkinlik bəhs sözü deyəndə hansı məsələdir. Amma ki bizim alimlərin adətən məsələn müttəfiq olduğu məsələ 9 yaş üzərindədir. Yəni 9 yaş üzərində 9 yaş qəməri üzərindədir ki, elə ki bu yaşa çatarlarsa artıq özlərini bağlamaqları onlara vacib olur, təklif sahibi olurlar. Bəli, işarə etdiyiniz mətləblər və məsələlər çox zəruridir. Və buna görə hicaba qadağa qoymaq İslamın ən mühüm qanununa qadağa qoymaq Allahla düşmənçilik hesab olunur. Müsəlman cəmiyyətlə düşmənçilik hesab olunur. Buna görə xalqımız gərək bu məsələnin həqiqətən zəruriliyini bilsinlər və bu məsələdə hər hansı bir məhdudiyyət və yaxud da qadağa təyin edənlərlə də mübarizə aparsınlar. Bu çox bir mühüm məsələdir. Əlbəttə hicab məsələsi mən deyərəm ki, dini mətnlərdən aydın oldu bitsin. Amma görərsən bu ki qadağalar olunur hicaba. Bu ki məhdudiyyətlər təyin olunur. Bunun əsl hədəfi nədir? Elə-belə deyil ki, hər halda bir şeyi görürlər, bunun hədəfi var. Niyə namazı yaxşı qadağa eləmirlər? Niyə orucu qadağa eləmirlər? Və niyə hicab? Ən mühüm məsələsi mən deyərəm ki, ictimai fəsadın artırılması ki, bəyə işarə elədi. Ailə institutunun zəifləməsi. Bu da çox mühüm məsələdir. Məsəl üçün, cəmiyyətdə şəhvətin artırılması. Baxın, əgər hicab məsələsi önəmsiz olsa, müsəlman cəmiyyətində, bu günləri ki, məktəblərdə bu məsələdə çox qabardılıb, bir gənc ki, məktəbdən tərbiyə tapır, məktəbdən yetişir, ictimaiyyətə çıxır da. Bunu da bilərəkdən eləyirlər. Əgər hicab məsələsini oradan qadağasını eləsə bir şagird üçün, bir məktəbli üçün, bir Azərbaycan gənci üçün hicab məsələsi önəmsiz olarsa, artıq onun üçün həmişə bu önəmsiz olacaq. Çünki uşağı məktəbdə niyə yetişdirirlər? Niyə məktəb elm ocağı adlanır? Çünki ora dəyərlər insanlara tədris olunur. Uşaq o dəyərlərlə yetişdiyində, o dəyər onun üçün artıq müqəddəsə çevrilir. O inancla yaşayır. Əgər hicab məsələsi məktəblilərdə qadağa edilirlərsə, məktəblilərə deyirlər hicab geyinməyin, gəlin. Bu məsələ artıq bir hicab məsələsi məktəbli üçün dəyərsiz olur. Azərbaycan gənci üçün dəyərsiz olur. Belə olduğu halda bu o biri yaşlarında da buna bir dəyər kimi baxmayacaq və artıq hicabdan istifadə eləməyəcək, hicab geyinməyəcək. Bu da cəmiyyətdə fəsad yaranmasına səbəb olur. Hicab olmasa açıq-saçıq geyinəcək. Gəncləri özünə cəlb eləyəcək, oğlanları özünə cəlb eləyəcək, qız uşaqları. Və bu da artıq belə deyək, onların istədiyi kimi gənclər məsələn şəhvət, mən nə bilim eş-işrət, başları qarışacaq, əsl hədəf yaddan çıxacaq, ilahi hədəf yaddan çıxacaq. Və bu da bir növ hicabı mən deyərəm ki, qadağa qoyulmasının əsl hədəflərindən biri kimi mən hesab edirəm. Bəli, düzdür. Mən bir hicab elə sizin sözünüzə qüvvət olaraq, amma əvvəldə hicab sözü mənasında
hicabın mənası barəsində bir söz demək istirdim, mənasını demək istirdim. Hicab yəni maneə, nə ilə nəyin arasında maneə? İnsanla, xanımla fəsad arasında maneə, iffətsizlik arasında maneə, günah arasında maneə. Təbiidir ki, qeyrətli xalqımız biz də həmin cəmiyyətdən böyəlmişik. Biz də həmin cəmiyyətdə böyəlmişik. Bunu dərk eləmişik, görmüşük ki, xalqımız qeyrətlidir. Heç bir xalq istəmir ki, onun yaxınları, əzizləri iffətsizliyə tərəf getsin. Heç bir xalq istəmir ki, onun əziz balaları bu günaha, iffətsizlik günahına yoluxsun. Günah da ki, yoluxucudur. Günah yoluxucudur, məxsusən də iffətsizlik. Odur, hicab, Allah Taala buyurur ki, hicab örtməklə, xanımlar hicab örtməklə, bayaqda siz gözəl söhbət elədiniz ki, toxundunuz ki, xanımları Allah Taala zinət adlandırır. Yəni bu cəzbedicilik bir xarakteri var. Hicabı buna vacib eləyir ki, bir fəsadla, günahla bunun arasında bir maneə yaransın. İnsanlar yoluxmasın, xalqlar yoluxmasın. Niyə? Xalq əgər fəsada yoluxsa, daha əziz Seyyidimiz də buyurdu, xalq fəsada yoxsa daha bu düşür fəsad dalıca, öz meylləri dalıca gedir, öz həvəsləri dalıca gedir. O qüdrətli bir xalq ola bilməz. O dəyərli bir xalq ola bilməz. O axirət zamanda İmam Zaman əleyhissalama köməkçi bir xalq ola bilməz. Əlbəttə bir məğlub məsələ. edilməz Xalq bir hətta xalq deyirlər, olar. xalq hətta bütün, yəni sosial problemlərdə ya, məsələlərdə problemlə qarşılaşar. Fərqi yoxdur iqtisadi, Ay, fərqi yoxdur qəşəng nöqtə. hər bir sahədə. Mən də o Hər bir məsələyə sahə işarə iflasa eləmək doğru istəyirdim. Hər bir gedər. sahə. Mən də o Düz, işarə. bəli. Xalq nəinki elə bəziləri Mənəvi baxır, yox, fikirləşirlər ki, xeyr, yəni mənəvi bu deyil, dini təkcə. cəhətdən və yaxud da ziyana uğraya bilər. Yox, dünyəvi cəhətdən də ziyana uğrayacaq. Axı belə deyək də bizim xalqın dindar olmayan kütləsi kim istəyir yaxınları iffətsiz olsun? Axı qeyrət bunu tələb edir ki, insan gərək yaxınları iffətli olsun. Hətta bizim xalqın o üstün dəyərlərindən biri budur ki, öz namusunu qorumaq yolunda canından keçməyə hazırdır. Bəli. Bu o deməkdir ki, bunlar da iffət və hicabı dəyər bilirlər. Bəli. Amma məsələn mümkündür ki, hələ onlara bu zərurət çatmayıb. Məsələn o elmi dərəcə o məsələnin əhəmiyyəti çatmayıb deyə mümkündür bir dəstə riayət etmir, amma qaldı ki, bunlar da bunu dəyər bilirlər. Xalqımız bunu dəyər bilir. Məsəl üçün bizim filmlərimizə baxsınız, keçmiş filmlərimizə. O filmlərdən biri, indi adı yadımda deyil, filmlərdən birində belə bir epizod var. Kişi evə gəlir, baxır görür ki, qızı hicablıdır, amma çadırası yoxdur. Çadıra üst örtükdə, hicablıdır, amma çadırası yoxdur. Görür, belə evdən çıxmağa tez acıqlanır ona. Acıqlanır, onu deyir ki, niyə belə çıxırsan çölə? Və həyat yoldaşına deyir ki, sənin gözün harda idi? Uşaq diqqətsiz idi, çıxırdı və sən niyə diqqət eləmədin? Bəli. Bu bilirsiniz nəyə çatdırır? Bu bizim xalqın hicaba verdiyi dəyəri çatdırır. Bu bizim xalqın qeyrətli və şərəfli xalq olmağını çatdırır. Odur, belə bir xalqın dəyər bildiyi hicaba qadağa qoymaq, yəni xalqın balaların fəsada sürükləmək, Yəni hicaba dəyər, sürükləmək. hicaba qadağa etmək nəinki bir dindar kütləyə qarşı bir tutan Hətta mövqeyidir. O ümumi olaraq Azərbaycan xalqı ilə qarşı-qarşıya Bəli, durmaq bəli. deməkdir. O da Azərbaycan xalqının dəyərini əlindən almaq Hətta deməkdir. mən deyərdim bu Azərbaycan xalqı məsələsi deyil. Seyid, bəlkə ondan da yuxarı. 1 milyarddan çox müsəlman var yer üzündə. Nəinki bu məsələdə təkcə Azərbaycan xalqı, əgər hicab qadağasını qanuna mindirmək məsələsi əgər qabağa gələrsə, yəni bunu artıq qanun olaraq mən tətbiq edirəm. Yəni bunun mənası budur ki, 1 milyarddan çox insanın qəbul elədiyi bir məsələni mən qəbul eləmirəm, ayaq altına atıram. Bəli. Biraz Mən yəni, bütün bu təkcə müsəlmanlara, müsəlmanlarla bütün olaraq qəşəng. Yəni çünki bu qanundur artıq. Qanun, yəni artıq elə bir qanun çıxarılır ki, yəni bütün müsəlmanların, yəni elə bir məsələdir ki, bütün müsəlmanların qəbul elədiyi bir Məsələ məsələdir. bilirsiniz nədir? Şeyx Kazım da işarə elədi. Bir var sən hicab deyərsən, bəli, Quran ayələrinə toxundunuz, hədislərdə işarə elədiniz, gözəl mətləblərə. Bəli, ola bilər dini cəmiyyətdir, bir sıra neçə min, belə deyək 100 min, neçə milyon müsəlman var, onlara aiddir deyək ki, ölkəmizdə. Amma
Şeyx Kazımın da işarə elədiyi məsələdə görürük ki, hicab bizim milli kimliyimizdir. Mən İffət, o namus məsələlərə bizim toxunmaq milli istəyirik biz də. kimliyimizdir. Doğrudan da o cür nədir? Hicab iffətdir. Hicab qadının Bəli. dediyimiz kimi iffətin artırır, xanıma dəyər verir. O vaxt hətta başqa ölkələrdən deyək. Başqa ölkələrdə bir şəxs xanımına dəyər verdi, onu örtərdi. Başqa naməhrəmlər, başqa kişilər onu görməsin. Yəhudilərdə indi də vardı. Yəhudilərdə var. Bütün dini qəbul edən Məsihi Yəhudilərdə də bu geyim vardı. Ümumən bu geyim tərzi bayaq da işarə elədim. O ədəbli geyim tərzi ağlın hökmüdür. Hətta dini göstərişi bir tərəfə daha mühümdür dinin göstərişi. Amma ondan əvvəl ağlın hökmüdür ki, insansansa düzgün geyinməlisən. Bizdə maraqlandıran bir nöqtədə bir məsələ budur. Bizim dahi şəxsiyyətlərimiz Azərbaycan xalqımızın dəyər verdiyi böyük şəxsiyyətlərimizdir. Muhammed Füzuli olsun, Nizami Gəncəvi olsun. Mən dəqiqən Seyid bu məsələləri istəyirəm toxunum. İşarə eləyim bəli. Ehtiyac. Baxın Qarabağ məsələlərində biz nə axtarırdıq? Özümüzü sübut etmək üçün və düşmən nə axtarırdı? Nəyi dağıtmaq üçün? Düşmənin dağıdacağı əsas, yəni yerlər məscidlər. Bəli. Viran qoyurdular, dağıdırdılar. Niyə? Çünki xalqın milli dəyəridir və həmçinin dini dəyəridir. Çünki din dəyəri bəzi vaxtlar milliləşir. Çünki o bizim artıq milli dəyərimizə çevrilir. Millət onu qəbul edir. O dinin o hissəsini. Onu qəbul edib onunla yaşayır. Müsəlman olaraq onu qəbul edir, ondan yaşayır. Uzun illər. Məscid bizim həm dini dəyərimizdir, həm milli dəyərimizdir. Həm dini irsimizdir, həm milli irsimizdir. Bəli. Qəbir dağıldırdı düşmən. Niyə? Çünki müsəlmanların qəbirstanlığı bura müsəlmanlara aid olması bilinməsin. Və bizim də ən çox qabartdığımız məsələlər hansıdır? Özümüzü, yəni sahələri özümüzə dəyər bilirik. Yəni bağlı eləmək üçün, yəni biz deyirik ki, bu hissələr bizimdir. Nə ilə sübut edirdi? Məsələn, qəbirstanlıqla. Məsələn, Şuşada məscid. Bizim qəbirstanlıqlarımız var orada. Bizim məscidlərimiz var orada. Bu artıq bizim həm dini dəyərimizlə yanaşı, həm milli dəyərimizdir. Bəli. Hicab məsələsi də bu cür nə bir dəyərdir. Yəni biz hicabı, yəni bu dəyəri əlimizdən verməklə elə bilirik qərbə inteqrasiya oluruq. Əslində qərb bizi alladır. Yəni əlimizdən bizim milli dəyərimizi alır. Milli kimliyimizi alır. Yəni bu bizim dini dəyərimizi alır. Biz hicabı qəbul eləməməklə daha şəxsiyyətlərimizi qəbul eləməyəcəyik. Onların təfəkkürünə zidd. Əgər desək ki, onlar hicabı qəbul edirlər, onlar İslamın prinsiplərini qəbul edirlər, bizim daha şəxsiyyətlərimiz. İndi bunlar üçün bir veriliş istəyir ki, bunlar kimlərdir? Bir-bir tanıtmaq. Biz onların sanki əgər bu qadağı olarsa, onların fikrinin, onların yəni necə deyərlər, qoyduğu o mirası biz əldən veririk. Yəni buna, yəni qərbə inteqrasiya eləməklə biz milli kimliyimizi əldən veririk. Bu cürünə bizə çox maraqlıdır bu. Çox söhbət olunub ki, qərb mədəniyyəti insanlar görsün inkişaf elətdirmək kimi, inkişaf olunmuş xalq kimi tanıtdıranda gedirlər qərb mədəniyyətinin özünə nümunə götürürlər. Yəni çox yanlış bir şeydir. Onların bəli, mən demirəm, yanlış və düzlük qalsın bir yana. Onların da öz mədəniyyəti var, bizim də öz mədəniyyətimiz var da. Bəli. Niyə biz onların mədəniyyətini nümunə götürmək üçün öz milli kimliyimizdən, dahi şəxsiyyətlərimizdən, öz mədəniyyətimizdən onların keçməliyik? Onların çünki bəzilərin belə, yəni qədim dəyərləri yoxdur. Bəzən xüsusən də bəzi qərb ölkələri ki, sən Amerika. Elə bir dərin bir mədəniyyətə sahib deyil. Amma əlində olanı bizə inteqrasiya elətdirmək istəyir. Amma bir halda ki, biz bu torpağın sahibləriyik. Yəni İslama qədər ki, yəni vəziyyətimiz ortadadır. İslam da 1400 ildir, böyük bir tarixi var. Bəli. Biz bu tarixi əldən verə bilmərik. Mən sözünüzə qüvvət istərdim bu cürdə müqayisə edən. Biz
Misal üçün dahi şəxsiyyətlərimizi bugünkü günümüzdə təsəvvür edək və hicab qadağası ilə müqayisə edək. Onların reaksiyası nə olacaqdı hicab qadağasına? Misal üçün Məhəmməd Füzuli, Allah rəhmət eləsin. Məhəmməd Füzuli və hicab qadağası. Bu günləri əgər Məhəmməd Füzuli bizim cəmiyyətdə yaşasaydı, hicab qadağasına necə baxacaqdı? Seyid Əzim Şirvani necə baxacaqdı? Ondan sonra Şah İsmail Xətai olsun, Səttarxan Baqirxan olsun. Bunlar necə bax 100%dir bunları tənqid edəcəkdi. Öz şeirləri ilə, öz əsərləri ilə tənqid edəcəkdi. Mən bir məsələyə toxunmaq istəyirəm. Bu da filmdə gəlib. Hətta bizim elə bil İslam dini fitrətlə uyğun olduğu üçün, insan fitrəti ilə o da həmişə təsir qoyub. Həmişə onun öz ardıcıllarına həmişə təsir qoyub. Misal üçün baxın bizim mədəniyyətimizə baxın. Mədəniyyətimizdə görün nə qədər İslam köklü dəyərlərdən qaynaqlanıb. Hətta təsəvvür edin sözümüzdə bir-birimizdən ilkin ünsiyyət qurmaqdan ötürü ki, salam veririk. Salamı hansı sözlərlə deyirik? Salam özü ərəb sözüdür. Salamun əleykum və əleykəssalam. Bunlar özü dinimizin göstərişidir. Biz ondan istifadə edirik. Bir-birimizlə ilkin ünsiyyət quranda. Yəni biz bir müsəlman xalq olaraq dinimizdən bu qədər təsirlənmişik və dini dəyərlərdən də o cürlə təsirlənmişik. Hətta bizim təsəvvür elə dindar olmayan kütlə də dindən təsirlənib, özünün də xəbəri yoxdur. Misal üçün filmlərin birində var, qeyrət məsələsi. Qeyrət sözü ərəb sözüdür. Dinimizin ədəbiyyatında gəldiyi sözdür. İffət məsələsi, namus məsələsi, bunlar hamısı ərəb dinimizin mətnlərində gələn, hədislərimizdə gələn sözlərdir. Bunlar şəhadət, şəhid, şəhadət, bunlar hamısı təsirlənib də biz müsəlman xalq olaraq dinimizdən bu cürlə təsirlənmişik. Dini dəyərlər. Hətta mən bunu demək istirdim ki, bizim dindar olmayan kütlədə özü də bilmədən təsirlənib. Bizim bəzi filmlərimizdə var, Qaçaq Nəbi barəsində var ki, Qaçaq Nəbi, baxın qeyrət deyir, bunu demək istirdim də, qeyrət bizim həm dini dəyərdə, həm milli dəyərdə də, yəni həm qeyrətə biz dəyər kimi baxırıq qeyrət məsələsinə. Orada bir xanıma hörmətsizlik olur, bir məmur hörmətsizlik edir. Qaçaq Nəbi gəlir, dindar olmasa belə, Qaçaq Nəbi gəlir həmin şəxsin təhqir etdiyinə görə bir müsəlmanı, bir xanımı, bir Azərbaycanlı vətəndaşın təhqir etdiyinə onun bığını kəsir, bu da onu təhqir edir. Məmurun bığını kəsir. Misal üçün bunlar bu dövrdə olsaydı necə olacaqdı? Bu hicab, yeniyetmə uşaqların hicabına qadağa qoyan şəxslərə necə reaksiya verəcəkdi? Təbiidir də, məlumdur necə reaksiya verəcəkdi. Bunu demək istədim ki, sizin sözünüzə qüvvət, bizim dahi şəxsiyyətlərimizin həm həyatında, həm sözlərində iffət, qeyrət, şücaət, ondan sonra bu İsmət məsələsi, hicab məsələsi həyatlarında biz görürük ki, yaşayıblar. Dahi şəxslərimiz yaşayıb. Bizim kimliyimiz olub bu. Dinimizdən təsirlənən kimliyimiz olub. Odur kimsə buna qadağa qoyursa belə bir dəyərlərə, onlar həm xalqın dini dəyərlərinə qarşıdırlar, həm də milli dəyərlərinə qarşıdırlar. Seyid Mirhaşim bayaq bir məsələyə toxundu. Mənim fikrimi çəkdi. İstəyirəm o səmtdən yenə bir də məsələyə aydınlıq gətirək. Bu da şəhvət məsələsidir. Yəni hicab taxmamaqlığı, geyimlərin məsələn o pis formada olması cəmiyyətin şəhvətin artmasına səbəb olur. Bu cəmiyyətin ümumi olaraq nizamına xələl gətirir. Hicab o nizamı xələl gətirən amilin qabağında. Bəli. İndi bir iddia insanlar da iddia eləyirlər ki, bu mənim azadlıq hüququmdur, haqqımdır. Mən yəni hicabsızlığı, yəni hicab taxmamağı öz haqqım bilirəm, azad bilirəm özümü. Bu diqqət etmək lazımdır. Əzizlər gərək yəni bu məsələlərdə azadlıq məsələsində, xüsusən azadlıq məsələsində bunu bir şüar tutublar. Amma bu şüarın altında çox hilələr yatır. Birincisi biz Rəbbimizin müqabilində azad deyilik. Biz Rəbbimizin müqabilində azad deyilik. İnna lillah
və inna ileyhi raciun. Biz Rəbbimizin, yəni bizi bütün, yəni mülki, yəni bütün vücudumuzla onun mülkiyik. Biz azad deyilik. Məsələn, deyək ki, mən ölüm istəmirəm, mən xəstə. Bu bizim əlimizdədirmi? Yox, biz quluq. Və bu da özü bir böyük şərəfdir. Yəni insan üçün ən böyük şərəf elə Rəbbinin qulu olmasıdır. Bəli, insanlar bir-birlərinə nisbətdə azadlıqları var. Məsələn, mənim haqqım var əlimdə. Sən onu məndən ala bilməzsən, zülm eləyə bilməzsən mənə. Və yaxud mən sənin haqqını səndən qəsb edib sənə zülm eləyə bilmərəm. Sənin öz azadlıq haqqın var, sənin öz haqqında azadsan, mən öz haqqımda. Bəli, insanlara nisbətdə azadlıq haqqları var. Amma bu da ora qədərdir ki, mənim azadlığım qarşı tərəfin azadlığını əlindən almasın. Bəzi vaxtlar biz məsələyə o hətta baxırıq ki, mən azadam, nə istəsəm eləyə bilərəm. Xüsusən də bu məsələdə, geyim məsələsində. Axı Allah Subhanahu taala özü bu məsələni kontrol edir. Nur surəsinin 30-cu ayəsinə baxsaq, birinci kişilərə deyir: gözünüzü xanımlardan çəkin, özünüzü pak saxlayın. Və ondan sonra xanımlara deyir: zinət olan hissələrinizi örtün. Kontrol yaradır. Niyə? Çünki qadın zinətdir dedik, cəlb etmək məharəti var. Allah Subhanahu taala onu müəyyən bir həddə bağlayır. Amma bu demək deyil ki, kişilər onlara yenə də şəhvət hissi ilə baxa bilməzlər. Mümkün baxsınlar. Bu tərəfdə kişinin də nə edir? Kontrola salır. Kişiyə birinci deyir ki, özünü nəzarətdə saxla. Gözlərini naməhrəm xanımlardan çək. Birinci Allah Subhanahu taala kişilərə deyir, özünüzü nəzarətdə saxlayın, sonra da qadınlara da müəyyən bir çərçivə verir. Mənim azadlığımdan istifadə edərək mən bu gün başqalarının azadlığını əlindən ala bilmərəm. Elə bir ki, bu mən evimdir, yandırmışam musiqini böyük bir xodla. Digər qonşularda əziyyət edirəm. Qonşunun məsələn əziyyətinə səbəb oluram. Onun azadlığını əlindən alıram. O rahat deyil evində. Buna oxşayır. Qadının da Allahın buyurduğu əmrlər əsasında özünü kontrol eləməsi, onun azadlığının əlindən alınması deyil. Bəlkə digərlərinin də azadlığını çərçivələndirmək, kişiləri də bu məsələdə nəzərə almaq deməkdir. Yəni kişilər də gərək bu məsələdə nəzərə alınsınlar. Fərz eləsək ki, desək ki, Allah Subhanahu taala'nın qanunlarında qadınlar istədikləri formada çıxa bilərlər. Bəs bu kişilərə bir tərəfdən zülmdür yoxsa yox? Kişilərə zülmdür. Və bunun üçün Allah Subhanahu taala iki tərəfi də kontrol eləməyi. Əslində azadlıq deyəndə hicab da elə buyurduğunuz kimi hicab da xanımın bir haqqıdır. Hicab hər bir xanımın haqqıdır. Onun ümumiyyətlə istədiyi geyimdə geyinmə hər bir xanımın haqqıdır da. Siz gəlirsiniz hicabı qadağa etməklə xanımların haqqını əlindən alırsınız, onların azadlığının əlindən alırsınız. Bəli, bu başqa da bir cəhətdən də onun azadlığını əlindən almaq. Azadlıq şüarı altında insanların azadlığının əlindən alırsınız. Bu çox təhlükəli oyundur düşmən tərəfindən. Təəssüflər olsun ki, yəni hal-hazırdakı bu proseslər gedir. Sözünüzə qüvvət bir hədis yadıma düşdü. Hədisdə buyurur: əfzəlül ibadət. İbadətlərin ən üstünü iffətli olmaqdır. Hicab da iffət geyimidir, iffət paltarıdır, iffət libasıdır. Allah Taala bəzi iffət mövzusu o qədər mühümdür ki, bir cəmiyyət üçün, ideal bir cəmiyyət üçün iffət o qədər mühümdür. Allah Taala Quranda bir neçə ayə var ki, ideal cəmiyyət barəsində danışır. Ümumiyyətlə Allah insanı yaradıb istəyir ideal eləsin. Bəndəçiliklə ideal eləsin. Hicab insan və cəmiyyəti ideal eləməkdən ötürüdür. Əsl həqiqət də budur. Allah bir Quranda bəzi ayələrdə çox təkidlə bəzi məsələlərə toxunur. Ondan da biri iffətsizlik mövzusudur. Buyurur ki, la təqrəbuz zina. Demir zina etmə. Deyir zinaya yaxın qalma, yaxınlaşma. Zinaya yaxınlaşmaq yəni biri baxışdır. Baxışla
Birinci insan bu günahın müqəddimə işlərindən biri baxışdır da, görür, bir-birlərini bəyənirlər, ondan sonra günaha mürtəkib olurlar. Allah Taala istəyir bu hicabı xanıma vacib etməklə ümumiyyətlə bu yola gedən cəmiyyətin qabağını alsın. Bir cəmiyyət ki, iffətsizliyə tərəf gedir, onun qabağını alsın. Niyə? Çünki ideal ola bilməz bu cəmiyyət. Bir cəmiyyət ki, öz nəfsi istəklərinin dalıcadır, bu ideal ola bilməz ki. Bir cəmiyyət ki, əgər zina orada adi olsa, iffətsizlik, yəni hicab götürülsə, yavaş-yavaş iffətsizliyə tərəf qədəm götürür, iffətsizlik götürülsə, təsəvvür elə belə olacaq ki, bir dənə məmurun, bir dənə məsələn ölkə başçısının, nə bilim, bir dənə dünya hegemonunun məsələn atası tanınmır. Təsəvvür etsən, belə bir adam gəlib hakim olub. O nə dərəcədə gör, nə olacaq? Elə bir şəxsiyyət cəmiyyəti hansı tərəfə aparacaq? Odur ki, hicaba qadağa qoymaq belə bir fəsada sürükləmək üçün bir müqəddimədir. Bunu kim eləyir? Bunun əsas bayaqlarda Seyyid işarə elədi, elə istəyirdi bu mövzuya girək. Bunu kim eləyir? Allah Taala Quranda buyurur ki, Firon, hegemonlar barəsində. O dövrün hegemonu, Həzrəti Musanın dövrünün hegemonu, batil hegemonu. Firon idi. Firon istəyirdi xalqı dəyərsiz etməklə özünə müti eləsin. Allah da buna işarə eləyib. Buyurur ki, İstəxəffə qavməhu fəətau. Firon istəyirdi hamısını özünə müti eləsin, hegemonluq eləsin. Hegemonluq etməkdən ötürü insanları zəlil etməlidir, iffətsiz etməlidir, dəyərsiz etməlidir. Onlar da müti olmalıdır. Çünki şərəfli insan, iffətli insan, iffətsiz insana heç vaxt tabe olmayacaq. Yəni siz Dəyərsiz hicabın pərdə arxası məsələsi. Bəli, qadağanın pərdə bəli. arxası nədir? Bu qadağaların pərdə arxası təbiidir ki, Əsl gəlib bura hədəfi çatır. budur, bəli. Cəmiyyəti fəsada bürümək, Fəsada sürükləməklə sürükləmək, dəyərsiz etmək və dəyərsiz etdikdən sonra özünə müti etmək. müti etmək, yəni İstədiyi kimi manipulyasiya edib, siz- istədiyi kimi onları istədiyi məsələyə yönəltmək. daha açıqlısı fəsada sürüklənən xalq, cəmiyyət heç vaxt o öz mənafeyini düşünən zalımlara qarşı çıxmaz. Bəli. Amma ayıq bir cəmiyyət, dediyiniz kimi, iffətli bir cəmiyyət, hər şey yerində olan Şeyx Famil də gözəl toxundu. Bir cəmiyyət ki, nizamlı cəmiyyət olar. Bu cəmiyyətə hər kəs hakimlik eləyə bilməz. Hər kəs istədiyi qanunu tətbiq eləyə bilməz. Bu cəmiyyət ayıqdır, meydandadır. Hər bir şey ki, ağılla, hər bir şey ki, o cəmiyyətin dəyərləri ilə uyğun təşkil edirsə, onu qəbul eləyəcək, onu möhkəm saxlayacaq. Yox, dəyərlərinə qarşı olarsa, onun ziddinə olarsa, o cəmiyyət ona qarşı çıxacaq. Bəli. Bu günləri Azərbaycan xalqının belə bir dəyəri var. Bu dəyəri ardına aparmaq üçün bu işi görürlər. Əhsən. İndi baxın, Əhsən. indi baxın. Gəlir məktəbdən başlayır, düzdür? Hicabla başladı. Xalqın dəyər verdiyi mühüm məsələni. Bəli. Atdı ortaya, bunu qadağan etməyə başladı. İkinci nədir? İkinci gəlir müəllim dəyərini aradan aparır. Diqqət edirsiniz? Elm ocağı deyirlər, bayaq da işarə elədik. Məktəblərdə bu günləri müəllimlərə qarşı bir qayda çıxarıblar. Yəni müəllim uşağa bir şillə vursa belə 200 manat cərimə olunur. Uşaq necə istəyir elə hərəkət eləsin. Axı tərbiyə yalnız gəlib sinifdə dərs deyib çıxıb getməkdən ibarət deyil. Sən məktəb deyirsən, elm ocağı deyirsən ora. O tərbiyə odur ki, müəllim öz əməli ilə bir yerdə hər tərəfli şagirdi yetişdirməlidir. Ona hətta oturub durmasını öyrətməlidir. Bu uşaq da bunu bilmir ki, müəllim hətta ona görə biraz üzərinə də qışqıra bilər. Hətta məcbur olanda bir şillə də vurub. Daha demirəm, Əlbəttə döysün. ki, Seyid can bu məsələdə bəlkə də qanun tərəfdən araşdırılması məsələ üçün bizim hal-hazırdakı təəssüflər olsun, elm sistemimizdə fəqət təlimdir. Təlim və tərbiyə yoxdur. Hal-hazırda bizim Təhsil Nazirliyi, Təhsil və Tərbiyə Nazirliyi deyil. Bu çox böyük bir yanlışlıqdır. Tərbiyəni təhsildən götürüblər. Fəqət Aynen. təhsilə Məsələ yön budur. açıblar. Mən nə demək istəyirəm? Baxın, şeyx,
qabaq da elə bir şey, sonradan bunları çıxarırlar. Qabaq həm məktəblərdə düz indi qanunda yox idi və yaxud da ki, nazirliyin adı elə deyildi. Amma qabaq təlimlə bir yerdə tərbiyə də var idi. Və onun uğurlarını biz görürdük. Var idi ki, bəli. bu indi məhdudiyyət yaradıblar, deyiblər yoxdur. Bəli. Bir dənə Bu mən prosesi mən demək istəyirəm. Bu proseslərin sonu deyil ha. Bunun qabağında durulmasa, dayanılmasa və yaxud da ki, xalqa bəyan olunmasa məsələlərin nə qədər bizim üçün təhlükəlidir, gələcəyimizi əldən alırlar. Bu proseslər dayanmayacaq. Bu günləri bunları, bu qayda qadağaları qoyurlar, sabahları başqa bir qadağa qoyacaqlar. Yəni nə dediyim nədir? Baxın, nə qədər problemlərimiz var bizim. Sən uşaq ki, məktəbə gəlir. Neçə yaşı var? 18 yaşına qədər oxuyur, 17 yaşına qədər. Bu uşağın sən ged-gedən əgər istəyirsənsə cəmiyyət yaxşı olsun, ged uşaq pulunu həll elə. Ged uşağın başqa problemlərini həll elə. Yəni bu qayda qanunlar nədir siz çıxarırsınız, cəmiyyəti sarsıdırsınız. Niyə məsələn cəmiyyətin nizamını pozursunuz? Bu qayda qanunlar bizim gələcəyimizə ziyandır. Əgər bizim xeyrimizə olarsa, biz də bunu təhrif eləyərik, sevinərik. Amma görürük ki, bu xalqın gələcəyini aradan aparır. Bu qayda qanunlar nədir? bəli. Bunlar ziyandır xalqımız üçün, millətimiz üçün. Bəli, bu məsələlərə də düz toxundu ki, məktəblərdə, yəni hicab qadağasının gündəm olması məsələsi. Bir də bunu süni qadağa olaraq deyək ya. Hər bir halda, yəni məktəblərdə hicaba qarşı qadağalar var. Bəli. Siz bunların bəzi vaxtlar argumentlərini insan dinləyirsən. Argument Çox yoxdur, süsdür, bəhanədir. Çox süsdür, bəhanədir. Doğrudan bəhanədir. Deyir, uşaqdır, sən onu məcbur eləyə bilməzsən hicab taxmağa. Birincisi fikirləşmir ki, qarşı tərəf bu sözü deyəndə bu məktəbə gələnlərin hamısı uşaq deyil. O məktəb yaşı 7 yaşdan 18 yaşa qədər davam edir məktəb. Əslində məcbur taxma yoxdur. Heç kim öz uşağına məcbur hicab taxdırmır. Yəni bu nəzərə almır. Yəni yeniyetmələr nəzərə almır. Yəni bu sözü deyir, yeniyetmələr nəzərə almır. Fərz eləsək ki, 9 yaşında, 10 yaşında uşaqlar əgər hicaba keçirilirsə, yəni valideynləri tərəfindən bu valideynin tərbiyə hüququdur. Sən bunun qarşısını necə ala bilərsən? Bu tərbiyə hüququdur. Bir müsəlman öz dini dəyərlərini evində aşılayacaq və cəmiyyətdə aşılayacaq. Müsəlmandır, dini dəyərləri var onun. Dini dəyərləri Allah Subhanahu taala ondan nə cür istəyirsə o cürünə Öz uşağını təbliğ eləyəcək. istədiyi kimi uşağın Bəli, tərbiyə görməlidir. eləyəcək, öz övladıdır. Tərbiyə hüququ da valideynin əlindədir. Qanunla tərbiyə hüququ valideynin əlindədir. Konstitusiya ilə tərbiyə hüququ valideynin əlindədir. Əlbəttə ki, valideyn bəzi hallarda o hüquqdan ayrıla bilər. Onlarla işimiz yoxdur. Amma valideyn bu hüquq valideynin əlindədir. Valideyn tərbiyə eləyir övladını İslam dəyərləri üzərində, göndərir məktəbə, o İslam dəyərləri nəzərə alınır. Yəni o getdiyi yerdə öyrənəcəyi, dərs öyrənəcəyi yerdə bu dəyərlər nəzərə alınır. Burada artıq valideynin hüququ ilə onların qoyduğu qanun arasında ziddiyyət. İkisi də qanunda, amma ziddiyyət təşkil edir. Bəli. Bu qanun ziddiyyət təşkil edir. Və bir başqa bir bəhanə. Deyirlər ki, hicab ümumi geyim qaydalarını pozur. Birincisi, geyim qaydasını hicab poza bilməz. Geyim qaydası nədən ötürüdür geyim qaydası? Buna xatirdir ki, bilinsin ki, bu uşaq məktəblidir. Buna xatir filan məktəbin şagirdidir. Geyim buna xatirdir. Fəlsəfəsi bundan ibarətdir. Geyim də tərtib eləyə bilərlər. Bu bir dənə hicab onun geyim qaydasını poza bilməz. Bu süni qadağadır. Əgər pozursa, zəhmət çək, qızlar məktəbi ilə oğlanlar məktəbinə ayır. Uşaqlar da gəlsinlər rahat şəkildə məktəbə, o geyim qaydasında, yaxud vaxt məsələsində səhərlər qızlar oxusun, günortadan sonra məsələn oğlanlar oxusun. Yəni bunu bəhanə eləmək olmaz ki, geyim qaydasını pozur. Geyim qaydası. Bu əslən heç vaxt deməzlər. Onda insanın saç stili də geyim qaydasını gərək pozsun. Biri uzadır, biri Hərəsi bir rənglə bəzəyir. Yəni bizi insanlar nə qədər yəni
Burdadır ki, azadlıq əslində əldən alınır. Nə ki, əksinə ki, insanları məcbur edilir. Bəhanələrdən biri budur ki, məktəblərdə hicab qadağası buna görədir ki, hicab təhsilə manedir. Elmi inkişafa manedir. Belə mane olur da, təhsil ala bilmir. Bu ən pis bəhanələrdən biri, ən yalançı sözdür. Ən yalan bəhanələrdən biridir. Hicab təhsilə mane deyil. Əvvələn bunu deyək ki, Azərbaycanda təkcə hicab məktəblərdə hicab qadağası yoxdur. 30 ildən yuxarıdır. Rəsmi sənədlərdə hicablı şəkillər qadağandır. Özdə ən çox maraqlısı bilirsiniz nədir? Maraqlısı budur ki, hicabla bağlı, hicabın qadağası ilə bağlı heç bir qanun olmayan qanunun icrası var Azərbaycanda. Bu bilirsiniz nə deməkdir? Bu yəni xalqı təhqir etmək. Bu bilirsiniz nə deməkdir? Bu yəni özbaşınaçılıq. Bu bilirsiniz nə deməkdir? Bu yəni vətəndaşların haqlarını əlindən almaq. Kobud şəkildə vətəndaşların haqlarını pozmaq, azadlıqlarını əlindən almaq. Bir nəfər, bir xanım hicablıdır, istəyir rəsmi sənədlərdə hicablı olsun. Bəzən deyirlər maneədir. Yaxşı, bu maneə hicab əgər təhsilə maneədirsə, niyə Türkiyədə maneə deyil? Niyə Pakistanda maneə deyil? Niyə sair Avropa ölkələrində maneə deyil? Necə olur ki, təkcə burada maneədir? Yaxşı, əgər desən hicab təhsil və elmə maneədir, Azərbaycanda təhsil sistemi dindarların əlində deyil ki. Din və hicab, ilahi qanunlara riayət eləmək təhsilə maneədirsə, Azərbaycanda təhsil sistemi kimin əlindədir? Dindarların əlində deyil. Yox. Və niyə vaksin düzəldəməmisiniz? İrandakı təhsil sistemi dindarların əlindədir, vaksin düzəldib. Birinci yeganə İslam ölkəsi ki, vaksin düzəldib. Niyə nüvə zənginləşdirə bilmirsiniz? Niyə ballistik raketlər düzəldə bilmirsiniz? Niyə peyklər düzəldə bilmirsiniz? Sizdə ki, Təhsil Nazirliyi dindar, bizdə ki, Təhsil Nazirliyi dindarların əlində deyil. İşarə elədiyiniz məsələlər çox mühüm məsələlərdir. Çox bizim bugünkü hicab məsələsi ki, Azərbaycanda aktual məsələdir. Çox belə deyək ki, yaxın mövzulara işarə elədi. Halbuki bir dənə məsələni mən işarə edeyim. Həmin dediyiniz din geridə qalmaqlıq. Ümumiyyətlə geridə qalmaqlıq nə deməkdir? O gün bir şey gördüm. Deyirlər ki, hicab geyimi geridə qalmışdı. İslam geridə qalmışdı. 1400-də deyirsən ki, açıq-saçıq geyinən şəxslər nədir? Daş dövrünə qayıdırlar. Onlar ki, ondan da lap geridir ki. Gətirdikləri dəlillər dəlil deyil, bəhanələrdir. Məlum məsələdir ki, o blogerlərdir çıxırlar, o aparıcılardır çıxırlar hicaba qarşı danışırlar. Onlar hamısı bir cəbhədən idarə olunur. Pərdə arxası bir cəbhədən idarə olunur. Qanunu verən verib, icrasını da bunların əli ilə eləyir. Hicab təhsilə maneədir sözün deyənlər, bu bəhanəni deyənlər, təsəvvür eləyin, ümumiyyətlə Azərbaycan xalqı onlar üçün maraqlı deyil. Bilirsiniz niyə? Əgər Azərbaycan xalqı, Azərbaycanın yeniyetmə uşaqları, bu yeni nəslimiz sənin üçün maraqlı olsaydı, uşaq pulların dövlətdən tələb edərdi. Dövlətdən bunlar üçün acınacaqlı yaşayır. Xalqımızın nə qədər çoxlu bir kütləsi acınacaqlı yaşayır, kasıb yaşayır. Onların uşaq pulunun dalıcısı olardı. Sosial yardım verirlər. Sosial yardım bilirsiniz kimə verirlər? Əgər o qanunlara baxsaq, bir adam uzanıb daha qibləyə. O həmin adama düşür. Sosial yardımı da gəlsə, onun 40-ına çatsa çatıb. Yəni belə olacaq. Onun kəfən pulu olacaq. Təsəvvürlə pensionerlərin yaş həddini o qədər qaldırıblar ki, bunlar birinci pensiyası ilə kəfən alacaq özü üçün. Yəni, təsəvvürlə bunu sən xalqın bu cür sosial problemlərin danışqıyla, qabarqıyla. Məsələn, bunlar ümumiyyətlə xalqın gələcək nəslinin dalıca deyil. Niyə? Narkomaniya xalqı fəsada sürükləyir. Xalqın yeniyetmələrin, gələcəyin fəsada sürükləyir. Niyə narkomaniyanın qabağını almırsan? Niyə narkotikin qabağını almırsan? Niyə bu məsələni hər gün gündəmə gətirmirsən, şişirtmirsən? Təhsil, 11 il təhsil sisteminə baxsaq, uşaq bir ömür məktəbdə dərs oxuyur, sonra universitetə qəbul olmaqdan ötürü gedir hazırlığa. Hazırlığa getməyən qəbul ola bilmir. Nətər olur bu?
Sən bunları şişirtginən, deməklə hicab maneədir. Hicab maneə deyil, bir dəlili də bilirsiniz nədir? Hicab ona görə maneə deyil ki, biz dəfələrlə bunu görmüşük. Həm Azərbaycanda, həm sair ölkələrdə, hətta Avropa ölkələrində görmüşük ki, hicablı xanımlar yüksək balla universitetə qəbul olublar. Yaxşı, əgər hicab maneədirsə, elmi inkişafa maneədirsə, dindarlıq maneədirsə, bunlar necə olur? Bu bəhanələrdən biri də mütləqdir ki, gərək biz bu məsələyə də toxunaq. Pasportlarda, rəsmi sənədlərdə hicabla şəklin çəkilməsinə qadağan olması məsələsidir ki, bəzi vaxtlar bu tanınmaq məsələsini burada bəhanə gətirirlər. Doğrudan, yəni bu bəhanə gülməlidir, bu bəhanə, tanınmaq məsələsi. Bayaq ustad da dedi, necə olur bu hər yerdə tanınır, bizdə tanınmır. Amerikada tanınır, Türkiyədə tanınır, Rusiyada tanınır, hər yerdə bu tanınır. Necə olur bu bizdə tanınmır? Və bundan da o tərəfə biz narahatıq buna. Xarici vətəndaş başı açıq gələndə seydi, bizdə başını açdırırlar onun yoxlamaq üçün. Mən bilən yox, belə bir hüquq yoxdur. Turistlər gəlirlər, keçirlər məsələn, qəbul edir yəni dövlət. Qanunda bəs bu yoxdur. Yəni məsələn belə deyək, sözdə qüvvət Türkiyədən və ya hər hansı bir Avropa ölkələrindən onlardakı hicablı şəkil rəsmi sənədlərdə qadağa deyil. Bəli. Onlar Azərbaycana gələndə nə edirlər? Onlara deyirlər ki, get pasportda şəklini dəyiş, hicabsız bir şəkil çək. Məncə təbii ki, bu cür deyil. Bu cür nədir? Bu 100% belə deyil də. 100% belə deyil. Burada özü geridə qalıb. Buna diqqət hicablara eləsinlər. deyir geridə qalıb. Yəni o məsul şəxslər bunlara diqqət eləsinlər. Bunlar yəni vətəndaşın yəni narahatçılığına səbəbdir. Xüsusən əzilməsinə səbəbdir. Yəni insan öz vətəndaşını əzir. Bəli. Başqasını əzmir, öz vətəndaşını əzir. Bu da çox narahat edicidir. Bunlar bəhanələr yəni doğrudan da yəni açıq-aşkar bir bəhanələrdir ki, söz tapmaq olmur bunlara. Bəli, çox mühüm məqamlara toxundunuz. Allah hər birinizdən razı olsun. İstifadə etdik. Ümid edirik ki, izləyicilərimiz də bu verilişdən fayda aparacaqlar. Vaxtımız bitmək üzrədir. Odur hər birinizlə sağollaşırıq.